mən onun ruhunu başlayıram incitməyə. Mən onun yüksək məninə mənfi enerjilər göndərirəm. Ona görə o sizin yuxunuza girib, ona görə sizin işləriniz də getməyə bilər, ona görə narahatçılıq da ola bilər. Ona görə də siz energetik olaraq bir-birinizə bağlı olduğunuz üçün bəzən belə hətta o travmalar o qədər ağır olur ki, ata və yaxud da ana deyir ki, məsəl üçün, mən rəhmətə getmiş, artıq bu dünyada olmayan anamın və yaxud atamın adını uşağa qoymaq istəyirəm. Hə. Bax, bu da düzgün bir şey deyil. Sən deyə bilərsən ki, mənim anamın çox gözəl adı var idi. Gəl onu uşağımıza qoyaq. Və yaxud da atamın çox gözəl adı var. Gəl onu uşağımıza qoyaq. Amma mən anam yaşamadı, qoy uşağım yaşasın kimi düşüncələrlə sən onu adı qoyursan. Qoyanda o uşaq avtomatik nənə babanın həyatını yaşamağa başlayır. Bu nə deməkdir? Niyə nənə babanın həyatını yaşayır? Çünki nənə ilə babanın energetikasını biz buraxmamışıq. O kölgə kimi o uşağın hər zaman dalındadır. Bu nə deməkdir? Bu övladınızdır. Sən ona o adı qoymusan ki, nənəsinin adıdır. Nənə də çox ağır həyat yaşayıb, həyatda yoxdur, xəstəlikdən gedib. Yaxud faciədə rəhmətə gedən qardaşın adını qoyurlar, bacı. Qalıb. Yəni həyatdan nakam doymuyub. köçənlərin, bəli. Onun kölgəsi artıq onun o energetikası. Çünki mental səviyyədə bizim dediyimiz hər bir söz belə yaddaşda qalır. Mental gücü başlayır o uşağın energetikasını sovurmağa. Fikir verirsiniz, uşaqlar tez-tez xəstələnir. Dərs oxuya bilmirlər, fokuslana bilmirlər, sıxılırlar. Adın dəyişəndən sonra artıq o uşaq başqa bir ad verir. Məsəl üçün deyirsən ki, nənəvin adını artıq vermirik, başqa bir ad qoyuruq sən. Fərqi yoxdur. Yəni bunun üçün xüsusi bir yerə getməyə də ehtiyac yoxdur. Başqa ad versən uşaq dirçəlir. Çünki o ona yapışan enerji artıq ondan qopur. Çünki alacağı bir şey yoxdur. Güzgü kimi təsəvvür eləyin bunu.